Məni İmişlinin Qulubəyli kəndinə qaz çəkilişi ilə bağlı çağırmışsınız, görüşmək istəmişsiniz, eləmi? Bəli. Mən də sizə bir neçə dəfə bununla bağlı məlumat vermişəm. Azəriqaz tərəfindən mənə verilən məlumatları sizə çatdırmışam. Bu kəndə qaz çəkiləcək. Amma ildən ilə bu ildən o biri ilə keçir. Mən bugün də Azəriqazın rəhbəri ilə danışdım. Azər müəllim araşdırdı və zəng eləyib mənə dedi, 2026-cı il üçün adı salınıb 4 kənd. Hacı Rüstəmli, Kürdvanodlu, Xəlfəli və Hacıarmuratlı kəndləri isə qazlaşdırıldı. Buna görə də mən onlara sağ ol deyirəm. Çünki bunu əmələ gətirmək üçün xeyli əziyyət çəkməli olduq. Bu zonada bu kənd qalır, bir də ki, Kürdvari kəndlər qalıb, onlar da dövlət proqramına salınıb. Amma nə vaxt olunacaq, indi onu da mən deyə bilmirəm. Amma onunla da bağlı mən əlimdən gələni edirəm. İldə mən 600, 550-600 manat tək proqrammış odunu gedib alıb gətirdim. Kənd qazlaşdırılacaq. İndi müraciət edirik ki, buna da bizə köməklik ümid edirəm ki, yəni ki 2026-cı ildə biz onun 2026-cı ildə o həll olunur. Bax, işıq çəkilir. Görürsünüzmü? Çox şeylər olunur da. Yəni İmişlidə xeyli işlər görülür. Vallahi görülür. Hər bir şey infrastruktur layihələri ilə bağlı problem yoxdur. Bir dənə qazdır, o qazla inşallah 2026-cı ildə çəkiləcək, bizimlə birlikdə gedəcək. Bundan qabaqki kənddə öyle, odun, ocaq, nə bilim, meşə. Çətinləşib Hala az idi. Razı bizim nəsə bu Qulubəyli kəndinin vaxtında taleyində deyil. Nədirsə, elə bilsən ki, qütblər var, maqnitdə əks bir-birini itələyir. Bizim kənddə elə bir itələci qüvvə var.